Bugün sizə bir videoqrafın toy çəkilişi zamanı nələr elədiyini göstərəcəm. Hal-hazırda salonu səhv salmışıq, ona görə təzədən taksi çağırırıq, orxideyaya gedirik. Hazırlaşdıq, işıqları quraşdırırıq falan. Hamısı hazır vəziyyətə gəldikdən sonra çəkilişə başlayırıq. Müəyyən pozlar göstərirəm və davamında çəkilişlərimizi davam edirik. Ümumi nə çəkə bilərik famillə onu müzakirə edirik və davamında çəkilişlərimiz davam edir. Hiss elədim o qəşəng. Burada ortaq çəkilişlər gedir və yola düşürük biz hara? Təbii ki, məkanımıza. Məkanımız bu dəfə Eşqaladır. Eşqalada çəkilən çəkilişlər çox möhtəşəm olur. Hal-hazırda bəyi çəkirəm, daha sonra gəlini çəkirəm. Ayrı-ayrı görüntülər götürürəm, bir yerdə görüntülər götürürəm və oradan çıxırıq. Biz gedirik qız evinə. Qız evində çəkiliş eləmək mümkün olmadı, ona görə də onları qoymuram. Hal-hazırda biz toy zalındayıq. Toya giriş, rəqslər və s. hər bir şey görüntülənir. Əsas məqamlar özünüzdə görürsünüz ki, necə dayanmadan bütün kadrları götürürəm. Və davamında əslində yemək yeməli idik. Sadəcə olaraq indi olur, bəzən olur. Vlogdan zakaz eləmişik, özümüz yeyirik. Burada yenə də vloqa qoymaq üçün müəyyən bir kadrlar götürürük famillə bir yerdə. Hal-hazırda toyun sonlarıdır demək olar ki, və texnikalarımızı görürsünüz nə qədər texnika ilə gəlmişik. Normalda bəy və gəlin gedənə qədər biz artıq getmiş oluruq. Sadəcə olaraq bu toyda müəyyən qədər qalas olduq, qaldıq və hal-hazırda yoldayam, evə doğru gedirəm. Düzdür, yolun bayraq meydanından keçməsə də bu kadrı çəkməmişdim deyə bu kadrı əlavə edirəm.